Əziz traderlar, hər birinizi salamlayıram. Deməli, növbəti təlim videomuza xoş gəlmisiniz. Bu təlim videosunda uşaqlar sizə ticarət sahəsində qiymətlərin səviyyələrini başa salacağım. Hansı ki, bu qiymət səviyyələri bizə gözəl giriş zonaları verir və biz bunu nəzərimizdən qaçırırıq və adətən ticarət sahəsində hər kəs bilir, elə bilir ki, hər kəs bu ticarət sahəsi deyək ki, biz qrafika yanaşım edirik və fərqi yoxdur. Yəni hər hansı bir time'da analiz ediriksə, həmin time'a əsasən əməliyyatları açmalıyıq. Yox, bu düzgün deyil uşaqlar. Birinci növbədə ticarət sahəsində bir qiymət səviyyələri düzgün tapmaq lazımdır və burada bizə lazım olan əlbəttə ki, qiymətin bir maksimal və bir minimal zonalarını tapmaq lazımdır və burada bizə köməkçi vasitələr, yəni analiz etdiyimiz platformadakı alətlərdən istifadə etməliyik və bu alətləri necə istifadə etmək lazımdır və hansı time frame-ə əsasən biz bunu icra eləməliyik və burada vacib olan ticarət sahəsində texniki analizlə birlikdə fundamental analizlər də mütləq şəkildə lazımdır və ümumiyyətcə ticarət sahəsində sessiyaların üstünlüyü həqiqətən də çoxdur. Yəni biz bu ticarət sahəsində sessiyaları qaçırdırıq və bu sessiyalar bizə həqiqətən də qiymətin birlikdə səviyyəsini göstərir və qiymət müəyyən saat aralığı ilə necə hərəkət edir və neçə pips hərəkətindədir. Bunu bilmək lazımdır. Yəni hər kəs texniki analiz, fundamental analiz, okey, bu əladır hər şey. Amma burada səbirli şəkildə qiymətin giriş zonaları, yəni qiymətin hansı səviyyədən giriş zonası olacaq, bunu tapmaq lazımdır. Texniki analizi ediriksə, mütləq şəkildə bizim özümüzə məxsus bir strategiyamız olmalıdır. Yəni biz hər hansı bir konsepti götürüb deyirlər ki, falan bir konsept önəmlidir. Yəni belə deyək, adını çəkmirəm. Yəni müəyyən bir strategiyalar önəmlidir. Bu strategiyadan istifadə edin, siz də qazanacaqsınız. Bu boş söhbətdir uşaqlar. Sizin özünüzə məxsus yanaşmalarınız olmalıdır. Ticarət sahəsində təməl analizlər nələrdir? Texniki analizdə vacib analizlər, yəni hansı zonalardan qiymətə girişlər, baxın bunlar önəmlidir. Bunlar üçün də uşaqlar hər kəs deyir YouTube-dan baxıb öyrənirəm və mən bunu bacarıram. Okeydir, bu əladır. Siz indiki hazırdakı videoya baxıb bir nəsə bir məlumat götürə bilərsiniz. Amma uşaqlar, bunu təkmilləşdirmək üçün mütləq şəkildə sizin bir bələdçiyə ehtiyacınız ola bilər. Yəni çalışın bunu həqiqətən də bir yerə qeyd edin ki, təlimlər vacibdir və təlim keçmək lazımdır. Bu təlimlərə baxır. Yəni təlimi keçən insanın psixologiyası güclü olmalıdır. Yanaşması həqiqətən də güclü olmalıdır. Ən əsası isə uzun müddətli təcrübəsinin olması daha əlverişlidir ki, biz bu kimi yanaşmalardan necə ticarət sahəsində istifadə edə bilərik. Terminlər çoxdur, analiz metodları çoxdur. Burada vacib olan isə sənin özünə məxsus olan bir yanaşmadır, qiymətə giriş yanaşmalardır və bu qiymət baxır alətə görə. Məsəl üçün, gold üzərində ticarət ediriksə, əmtə üzərində ticarət ediriksə, həmin qrafika əsasən, goldu əsasən sənin bir gold keçmişin olmalıdır. Yəni, ən azından gold nələri eləyəcəyini bilməlisən. Ümumiyyətcə, fundamentaldan tutmuş texniki analiz əsasən bunu bilmək lazımdır. Və ona görə yanaşmanı eləyəndə digər valyuta cütlüklərində əməliyyat açırsınızsa, hansı cütlükdə əməliyyat açırsınızsa uşaqlar, həmin ölkəni mütləq şəkildə fundamental, yəni iqtisadi göstəricilərini izləməlisiniz. Mütləq şəkildə hansı valyuta cütlüyü hansı əsasən toqquşmadadır, yəni hansı bir-birinə mübadilədədir, onu araşdırmalısınız və hansı ölkənin üstünlüyü çoxdur, yəni xəbərlərə əsasən təsirat necə baş verə bilər, bunları öyrənmək lazımdır, bunları bilmək lazımdır uşaqlar. Bunların üzərindən keçmək lazımdır və bizə texniki analizlə birlikdə, fundamental analizlə birlikdə bizə burada əlbəttə ki, düzgün risk idarəsi lazımdır, düzgün strategiya lazımdır, psixologiyamız düzgün olmalıdır və disiplinli ticarət mütləq şəkildə olmalıdır. Yəni, sənin özünə məxsus bir strategiyan varsa, qiymətə yanaşman da o cür olmalıdır ki, sən artıq bunu bilə bilərsən. Və mənə görə ticarət sahəsində marketlərin pozulması, market strukturunun pozulması, yəni bir növ belə bir şey deyim, yəni qiymət bir düşüş əsasındadırsa, qiymətin ən dip səviyyələrindən qiymətin bir pozulmaları baş verirsə, yəni belə desək, bosslarımız yaranırsa burada, yəni biz
qiymətə giriş səviyyələrimizi onsuz da bilirik ki, bir maksimumdan qiyməti yanaşma etməliyik və çox adam bu qiymət hansı səviyyəyə qədər qalxacağını bilmir. Və bunu necə öyrənə bilərsiniz? Əlbəttə ki, ticarət sahəsində təməl analizləri bilmək vacibdir və yaxud da ki, qiymət növbəti bir səviyyə pozarsa, qiymət neynir? Yeni diblər bir-birini keçə bilməməkdədir. Yəni bugünkü təlim videomuz isə diblərin bir-birini keçə bilməsidir, hansı ki, trendə əsasən və market strukturlarının pozulmasına əsasən bir yanaşmalar olmalıdır və burada likdə şamları önəmlidir, yəni mumlar önəmlidir ki, qiymət yanaşması necə olmalıdır və qiymətin stop səviyyələri necə olmalıdır və qiymət hansı səviyyədən o səviyyəyə qədər qayıdıb və o səviyyədən qiymət reaksiya alıb yüksələ bilər. Bizə vacib olan bunlardan istifadə etməliyik və burada necə olmalıdır? Uşaqlar, mənim analizlərim əsasən mərkəzi order blok dediyim bir şey var, hansı ki, mən onu yüksələn bir situasiyada mən necə analiz edeyim və bunu necə yanaşma edirəm? Yüksələn bir situasiyada və burada mənə vacib olan bu görürsünüzmü? Burada böyük uzun buğa mumları yaranıb, yəni yaşıl mumlar, alıcı üstünlükləri var burada və burada uşaqlar yerləşir satıcı. Baxın, qrafikə yaxınlaşanda bunu biz keçmişə gedib keçmişdəki situasiyadan analiz edəndə bunu görürük ki, gələcəkdə həqiqətən də bu güclü bir situasiyadır. Bu işə yarayır və bundan istifadə edə bilərik. Baxın, burada gördüyümüz buradakı situasiyadan burada şamın ən aşağı səviyyəsinə, fitil səviyyəsinə və maksimal səviyyəsinə, ən pik səviyyə hardadırsa o səviyyə qoyuram. Uşaqlar, hərə bir cür analiz eləyə bilər, hərənin özünə məxsus bir strategiyası ola bilər və biz nələri nəzərimizdən qaçırdırıq uşaqlar. Mənə görə bu kimi bir situasiyada mən girişləri, baxın, bu dip səviyyələrinə və burada mənə vacib olan qiymətin ən dip səviyyələri bir-birini keçə bilməməkdədir. Yəni, qiymətin ən dip səviyyələri bir-birini keçə bilməməkdədir və mən bu kimi situasiyalardan qiymətin likdə səviyyəsindən qiymətə giriş etmirəm. Yəni, qiymətin buradakı səviyyələrindən qiymətə giriş etmirəm. Mən gözləyirəm. Qiymət özünə məxsus bir dip səviyyəsi yaratsın. Baxın, göstərirəm. Qiymət özünə məxsus bir dip səviyyəsi yaradır və üzərində açılan şamdan uşaqlar, mumdan qiymətə daxil oluram. Necə daxil oluram? Bu kimi situasiyadan qiymətə girişlər edirəm. Qiymətin stop loss səviyyəsini, baxın, buradakı likdədən aşağı yolunu çəkirəm. Yəni, haradasa burada bir 5 pipsli bir stop aşağı çəkirəm. Qiymətə yanaşma bu cür nə olur? Əlbəttə ki, take profit səviyyəsini isə qiymətin buradakı səviyyəsindən, hansı ki, burada güclü bir dirənç səviyyəsi yaranıb. Yəni, qiymət bu dirənç səviyyəsindən bir tık aşağı çəkirik ki, qiymətimiz buradan reaksiya alarsa, aşağı yönlü olarsa, yəni biz burada onsuz da take profitimizi götürə bilək. TP1 səviyyəsini və TP2 səviyyəsini isə ona əsasən qoyuruq. Onsuz da burada buğa mumların yarandığını görüb bir daha əməliyyatı uzun saxlaya bilərik. Və sonraki yanaşmamız. Qiymət yenidən bir dip səviyyəsini, bir likdə səviyyəsini götürür və mən gözləyirəm. Və burada da uşaqlar, mənə məxsus bir situasiya olur. Mən burada texniki analizə əsasən yanaşmalar icra eləyəndə mən görürəm ki, mənim üçün burada gözəl bir FVG zonası yaranıb və mən bunun olduğunu gördüyüm an, qiymət FVG-dən reaksiya aldığını bildiyim an, mən qiymətə bir daha yanaşma edirəm və qiymətin giriş sahəsini qoyuram. Növbəti açılan şamdan sonra geri çəkilmədən və stop loss səviyyəmi isə bu kimi situasiyalara gətirib qoyuram və bunu da bu cür yanaşma edirəm. Və uşaqlar, hər kəs deyir, okey, keçmişdəki olan situasiyaları görsədirsiniz, keçmişdə yaranan situasiyaları onsuz da hər kəs bilir. Uşaqlar, onsuz da texniki analiz keçmişdəki situasiyaları əsasən yaranan bir şeydir. Biz bunu gələcəyə yansıdıb və gələcəkdə isə əməliyyata giriş zonalarımızı gözləyib, ona əsasən əməliyyatlarımızı açırıq. Və burada da uşaqlar, biz həqiqətən də biz bunu bacarırıq və biz bunu icra edirik. Və mən premium qrupdan danışmaq istəyirəm. Adı burada görsənmir. Premium qrupdur bu. Və buradakı nəticələrimiz uşaqlar həqiqətən də göz qabağındadır. Bu bizim xəbərlə çıxan əməliyyatımızdır və əməliyyatımız take profitimizi verib. Və sonradan bir daha yanaşmalar eləmişik. Yenidən yanaşmaya baxanda, baxın, bu bizim əməliyyatlarımızın nəticəsidir. Bu bizim əməliyyatlarımızın nəticəsidir. Bir daha yanaşmalardır. Baxın, qiymətimizin, açdığımız əməliyyatlarımızın nəticəsidir. Göstərdiyim eyni bir situasiyadır. Və yanaşmalar, bu bizim uşaqlar
Premium qrupdakı analizlərimizin nəticəsidir. Premium qrupumuzdakı analizlər nəticəsidir. Burada valyuta cütlüklərində mənfəətlərimizdir. Yəni premium qrupumuz da ödənişlidir uşaqlar. Kimlər istifadə etmək istəyərsə, yanaşma etmək istəyərsə, uşaqlar qoşula bilərsiniz bizə. Bizdən, belə də bizim əməliyyatlarımızdan yararlana bilərsiniz, istifadə edə bilərsiniz və siz də uşaqlar kapitalınızı bu sahədə böyüdə bilərsiniz. Bura bir akademiyadır, burada çat bölməsidir, müzakirə bölməsidir, texniki analiz sahəsidir, fundamental, psixologiya, risk idarəsi, mumlarla, paternlərlə yanaşmalar və bu kimi stasiyalardan əlavə olaraq da bizim uşaqlar burada OFAR VIP qrupumuz mövcuddur. Burada da gündəlik 2-3 siqnallar paylaşırıq və bura ödənişsiz şəkildədir. Uşaqlar həftəlik 1000-1200 pipslərimiz olur. Hansı ki bu həftənin sonunda 13 əməliyyatımız olub. Totalda 2 yanaşma stopumuz olub. 13 əməliyyatın əsasında 2 stop təyinatımız olub. 1080 pips profitimiz olub. 140 pips isə stop lossumuz olub bizim. Və burada da eyni qaydada keçmişdəki olan stasiyalardır. Hansı ki burada açılan əməliyyatların nəticələrini göstərirəm uşaqlar. Yəni bu şəkildə açırıq əməliyyatlarımızı və yanaşmaları da burada göstərirəm sizə. Və əlavə olaraq da ödənişsiz dərslərimizdən də yararlanmaq istəyən olsa, artıq 5-ci qrup aktivdir. Yanvar ayının 15-dən artıq 5-ci qrupumuzda fəaliyyət göstərəcək. Kimlər istəyirsə qoşulmaq uşaqlar bizə yazın, biz sizi əlavə eləyək. İndi isə keçək qrafik üzərinə. Bu qrafikdə izah etdiklərim hazırda uşaqlar bu qrafikdə izah etdiklərim vacib olanlar. Mən burada sizə başa salmaq istədiyim ondan ibarətdir ki, qiymətin yeni diblərindən girişlər etməliyik, qiymətin yeni diblərindən və qiymət əlbəttə ki, bir struktur pozarsa, özünə yeni bir boss yaradarsa, yeni bir bosslar yaradarsa, bizim buradakı yanaşmamız ancaq bir long əməliyyatı üçündür, yəni buy əməliyyatı üçündür və yaxud da ki, qiymət düşüş yaradarsa, qiymət yeni bir bosslar yaradarsa, yeni bir strukturları pozarsa, qiymətə giriş səviyyələrimiz sell əməliyyatlardır və burada da vacib olan bizim üçün qiymətin likdə şamların yaranmasıdır. Geri dönüşdəki bir stasiyadan girişlərdir. Qiymətin likdə yaranması girişlərdir. Və bu kimi stasiyalardan isə burada ancaq longlıq əməliyyatı olmur. Burada ancaq short əməliyyatına işləyirik. Yəni sell əməliyyatına fokuslanırıq. Və burada da bizə vacib olan başa saldığım kimi yeni maksimumlardan qiymətə girməkdir. Yəni bu düşən trenddə bizə burada vacib olan qiymətin ən bir maksimal səviyyəsindən qiymətə yanaşmaqdır. Yəni mən burada dərslərdə YouTube-da baxsanız, mən burada izah eləmişəm. FVG-ləri başa salmışam, order blokları başa salmışam. Yəni keçmişdəki videolara baxıb gəlib burada nə demək istədiyimi ətraflı şəkildə başa düşə bilərsiniz. Və bizə lazım olan qiymət bir daha yüksəliş icra eləyərsə, qiymət özünə məxsus bir struktur səviyyəsini pozarsa, yaxın məsafə və yaxud da ki, maksimal bir struktur səviyyəsini pozarsa, qiymətə dip səviyyələrinə yanaşmalar edirik. Qiymətə ən dip səviyyələrindən qiymətə yanaşmalar edirik. Mütləq şəkildə bu texniki analizdə vacibdir və bunları likdə şamlarını sizə başa saldım. Bu likdə şamlarından qiymətə yanaşma necə etmək lazımdır, bunu da izah eləmiş oldum sizə və qiymət özünə məxsus pozuntu yaradanda, struktur səviyyəsini pozduqda qiymətə maksimumlardan sell əməliyyatına fokuslanmaq lazımdır. Yəni düşən bir situasiyada biz qiymətə maksimumlardan yanaşırıq, yüksələn bir situasiyada qiymətə minimumlardan yanaşıb əməliyyatlarımızı icra edirik və əlbəttə ki, burada tək bunlarla bitmir. Əlbəttə ki, bizə lazım olan düzgün yanaşmaqdır və burada stop loss səviyyəsi həqiqətən də az olmalıdır. Take profit səviyyəsi isə stop loss səviyyəmizdən çox olmalıdır. Ən azı 1-in 2-yə strategiyasına yanaşırıq. 1-in 2-yə, 1-in 3-ə, 1-in 5-ə strategiyası. Nə qədər zərərimiz az olsa, mənfəətimiz bir o qədər çox olsa, biz əməliyyatlarımızın çox sayılı stop olmağına baxmayaraq, biz yenə də xeyirlə əməliyyatlarımızı bağlaya bilərik. Və bu necə olur? Əlbəttə ki, biz 30 pipsli bir stop nəzəriyyəsi ilə ticarətə girəndə, 100 pipsli bir mənfəətlə yanaşanda, totalda biz 2 stop edəndə bir mənfəət qazananda, uşaqlar 2 stop 60 pipsli bir mənfəətlə 100 pips qazanırıq. Total yerdə 40 pips bir mənfəət qazanmış oluruq. Və bizə vacib olan düzgün yanaşmadır. Ticarət sahəsində psixologiya önəmlidir. Bizə burada vacib olan, həqiqətən də deyirəm, psixologiyadır, səbirdir. Qiymətə giriş zonasını gözləməkdir. Metanı açdıq, metada qrafiki gördük, manipulyasiyaya gedib əməliyyat açmamalıyıq. Biz ən azından ən vacibi
Biz deyək ki, analiz etdiyimiz platformanı açdıq, TradingView-nu açdıq və analiz edirik. Və analizimizi bir təsdiq olandan sonra metanı götürüb, Meta 5 və Meta 4-də ticarət etsən fərqi yoxdur. Ondan sonra yanaşırsan. Amma sən bir analizsiz gəlib metada qrafikə baxırsansa, yəni səni manipulyasiya edir ki, burada təcrübəsizlik başlayır. Yəni təcrübən yoxdursa, sən mütləq şəkildə o manipulyasiyaya gedəcəksən. Yəni bu manipulyasiyaya bağlı deyirəm ki, təcrübəniz yoxdursa. Ona görə bizə lazım olan buradakı bütün detayları izləməkdir. Ticarət sahəsi çox riskli sahədir və riskli sahə olduğuna görə də burada düzgün disiplin olmalıdır. Yəni düzgün risk idarəsi, düzgün bir həqiqətən deyirəm, bir balansı idarə etməlisən, düzgün yanaşma olmalıdır, səbirli şəkildə olmalısan, emosiyala ticarət olmamalıdır və gündəlik neçə sayılı əməliyyat aça bilərsən. Yəni bu sənin üçün sənə vacib olan bir plandır və plana sadiq qalmaq lazımdır. Yəni bir növ nizam-intizamdır. Bu nizam-intizamı pozanda biz itiririk. Nizam-intizamla hərəkət edəndə biz başlayıb nələrsə əldə edirik. Biz bir akademiya və akademiya olduğumuz üçün də həqiqətən də çox şadıq və artıq 250 nəfərdən çox bir tələbəmiz var. Bu da bizim üçün böyük bir uğurdur. Və 5-ci qrupu yaratmışıq artıq. Yəni hər qrupumuzda 80 nəfərimiz var. 50-80 nəfərimiz var. Baxın uşaqlar, gəlin bunu da sizə göstərdim. Bunun lap sonunda. Hazırdakı burada 80 nəfərdir. Qrupda chat, müzakirə, bir-birinə tövsiyələr, motivasiyalar, açılan əməliyyatların mənfəətlərinin paylaşılması. Bu həqiqətən də deyirəm, bir zarafat deyil, bu ciddi bir işdir. Biz burada ciddiyyətdən danışırıq, biz burada gələcəkdən danışırıq, biz burada maliyyə azadlığından danışırıq və burada hər birinizə tövsiyə edirəm ki, təlim keçmədən balans yatırıb ticarəti etməyin və sizə kimlər ki deyir ki, gəl mənim əməliyyat qrupuma qoşul, zəngin olacaqsan, bu düşüncə yanlışdır. Mən premium qrupa təcrübəsiz insanları əlavə etmirəm. Mən təcrübəsiz insanları yönləndirirəm ödənişsiz kursuma və ödənişsiz kursda 1 ay, 2 ay dərs keçdikdən sonra düzgün əməliyyatları açmağı, bacarmağı göstərdikdən sonra mən keçirəm, artıq təklif edirəm. İstəsən gəlib qoşula bilərsən. Bu sənin seçimindir. Və nəticə də göz qabağındadır. Qoşulanlar da bunu bilirlər və hər şey sübutdur. Reallıq, düzgünlük nədirsə odur. Ticarətdə çalışın kimlənsə, belə deyək, kimsə sizə nəsə deyəndə ki, gəl mənimlə qoşul, qazanacaqsan, partlayacaqsan, belə bir şey yoxdur uşaqlar. Ona görə çalışın, öyrənin, təlim keçin. Ondan sonra depozit isə minimum 50-100 dollar arasından depozit edin, yanaşın. Kim ki deyir, gəl yenə mənim bir botum var, gəl mənim nə bilim əməliyyat qruplarım var, 1000 dollar yatır, fisioyu qazanacaqsan. Yəni o özünü düşünür, amma səni düşünmür. Sənin təcrübən yoxdur. Sən gəlib ora nəsə atsan, sən bilmirsən nəyi necə eləmək lazım. Amma sənin pulun olduğu var. Faktiki olaraq bir pulun var. Yəni əlində bir kapitalın var. Amma nəyi necə edəcəyi bilmirsən və bu da kiməsə maraqlı deyil. Amma sizə başa salıram ki, birinci növbədə o pulu depozit etdiyinizə depozit etməyin o pulu. Yəni o pulu depozit etmək əvəzinə gətirib özünüzə bir yatırım edin. Yəni hər hansı bir kurs alın, hər hansı bir kurs keçin. Yaxud da YouTube-dan baxın, öyrənin. Ondan sonra ən azı bir sınaq müddəti olaraq 1 ay, 2 ay demoda təlim keçin. Əməliyyatı necəsə bağlamaq olar. Əməliyyat mənfəətli ola, stop lossları xeyrə gətirib qoymağı bacarmaq lazımdır. Əməliyyat gedə-gedə, əməliyyatda risk idarəçiliyi mütləq şəkildə lazımdır. Bunları bilin ondan sonra. Yəni mən bilirəm ki, əməliyyatlar var. Mən özümə qrup açdım, yaratdım. Gəlin qazanacaqsınız, hər şey əladır. Yox, belə bir şey yoxdur, belə bir dünya yoxdur. Ona görə öncə təlim, sonra nəticələr gələcək. Oldu uşaqlar, özünüzə müğayət olun, əsasda sağlam olun, sağlam qalın. Allah amanında növbəti dərsimizdə görüşmək ümidi ilə.